Amma bu şəhərdə səhnəciyindəki, bu şəhərdə konsertindəki o səhnəcik çox böyük alqışlarla qarşılanmışdı. Çox belə dərin və mənalı idi. Hətta Afaq xanım, siz belə ürəkdən alqışlayırdınız onu. Və məhz o ziyalıları, məhz indi həmin o tələbələrin, Rafael onun tələbəsini oynayırdı ki, müəllim, mən pulu ödəyərəm, siz ödəmin. Buna baxma, yenə strakovka gəldi. 300 manatlı strakovka gəldi. Allah onlara can sağlığı versin, can sağlığı. Belə o deyir, mənim Bakıda evim var. O çox belə təsirli idi. Cırıq corabları ilə mənim Bakıda evim var. Evim var. Hey, çox qəşəng idi. Və 25 illik yubileyinizdir bu il inşallah ki. Noyabrın 15-i, 16-sı növbəti konsert Heydər Əliyev Sarayında dəyişilməyən ünvanda 25 illiyiniz münasibəti ilə gözəl bir konsert olacaq inşallah. İndən deyirik noyabrın 15-i, 16-sı sağlıq olsun inşallah. Gələcək o konsertdə də. Təbii ki, Rafael müəllimlə Coşqun müəllimin oradakı belə deyək də, performanslarını danışmağa bizim haqqımız yoxdur. Çox gözəl idi. Xüsusən də eyni insanın həm imkanlı birisi olaraq bangə gəlməyi, həm də kasıb birisi olaraq bangə, yəni eyni insan fərqli obrazları canlı bir aktyorun ən mükəmməl dərəcəsində aktyorluğun nümayişi idi. Təşəkkür edirik sizə. Çox sağ olun. Çox sağ olun.